Tərk edilən kənd. Azərbaycanda belə kəndlər çoxdur. Onlardan biridir İsmayılının Gəncə kəndi. Cəmi 3 sakini var. Üçü də bir ailənin üzvü. Bir zamanlar kənd səs-küylü olub, amma bir zamanlar yolsuzluq, şəraitsizlik, işsizlik kənd cəmaatını Gəncədən uzaq salan məhz bu problemlərdir. Ümumiyyətlə bugün kəndlərdən şəhərə insan axını davam edir. Ekspertlər hesab edir ki, bu o qədər də qorxulu vəziyyət deyil. Amma problemin həlli üçün xüsusi dövlət proqramlarının icrasına da ehtiyac var. Təbiət qoynunda şəhərin səs-küyündən uzaq, səssiz Gəncə kəndinə səyahətə bizi əməkdaşlarımız aparacaq. Yaşıllıqların arasında təbiətin qoynunda gizlənmiş bir kəndə, Gəncəyə üz tutmuşuq. Deyilənə görə oraya nə gediş var, nə də gəliş. Yəni yolumuz macərayadır. Gəncəyə çatmaq elə də asan olmur. Rayon mərkəzindən 28 kilometr aralıda yerləşən bu kəndə getmək üçün Qoşakənddə maşınımızı dəyişməli oluruq. Çünki qarşıda hələ 8 kilometrlik torpaq yol var. Uzaqdan evlər görünür. Qəribə bir sükut var. Sanki kənd nəfəsini tutub bir sirrin açılmasını gözləyir. Və nəhayət, gəlib çatdıq İsmayıllı rayonunun Gəncə kəndinə. Bu kənd rayonun ən qədim kəndlərindən hesab olunur və deyilən məlumatlara görə bu kəndin adı yaxınlıqda yerləşən Gəncə dağın adından götürülmüşdür. Lakin bir məlumat var ki, burada sadəcə bir ailə yaşayır və birazdan biz həmin ailənin qonağı olacağıq. Gəlin getdik. Uçmuş divarlar, bomboş həyətlər, bağlı qapılar. Gəncədə evlər tərk edilib. Burada sadəcə bir evdə səs, nəfəs var. Kəndin yeganə sakinləri olan Abdullayevlər ailəsinin evində. Abdullayevlər kəndin yerli sakinləri deyil. Onlar bura illər əvvəl Laçın rayonunun Muncuqlu kəndindən məcburi köçkün kimi gəliblər. Vəli kişi, oğlu və həyat yoldaşı Laçında yarımçıq qoyub gəldikləri həyatı burada davam etdirmək istəyiblər, çətinliklərə rəğmən. Biz gələn vaxtı yox idi heç gün. Bir nəfər Ermənistandan bir ailə yaşayırdılar, Göyçə mahalından. Ondan sonra bizim ahali gəldi, cəmaət gəldi bura. Bir 60 ev olardı. Onlar da susuzluq olduğuna görə su yoxdur burada. Yolu nəyrahatdır deyin, yolu yoxdur. Ona görə hamı dağıldı, getdi. Burada qalan elə bir dənə mən oldum. Arıçılıqla da məşğul olduq, heyvandarlıqla məşğul olduq. İndi tərk edilmiş bu evlər bir zamanlar sevinç və ümid dolu həyatlara şahidlik ediblər. Çətinlikləri də öz yerində. Çörəyi özümüz un alıb gətiririk. Onu burada özümüz pişiririk. Yoldaşım pişirir. Mağazinə də gedirik kətlərə. Qıraq kətlər var. Qoşu kənddir. Rayonun özünə gedirik. Gedib oradan nə ehtiyacdırsa alıb götürüb gəlirik. Maşınla, maşın çıxmasa atla. Gedib alıb götürüb gəlirik. Dünyadan qırağa bir kətdir. Heç nə burada turist görməmişəm, nə bir şey, belə şeylər olmayıb. Abdullayevlər yaxın zamanda öz yurdlarına, Laçına dönəcəklər. Onlar gedəndən sonra isə Gəncə tamamilə boş qalacaq. Bugün Azərbaycanda tərk edilmiş onlarla kənd var. Bəzən çıxış yolu kimi bu cür kəndlərin başqa kəndlərlə birləşdirilməsi həyata keçirilir. Lakin Gəncə ilə bağlı belə qərar yoxdur. Birləşmə zərurəti olduqda birləşdirilməlidir. Kiçik obalar birləşdirilib bir kənd olur ki, onun bir vahid məktəbi olsun, bir uşaq bağçası olsun. Amma hər 5-10 ev üçün bir məktəb yaratmaq, orada da 2 nəfər şagird var, 3 nəfər şagird var. Bu alınmır, belə deyək. Gəncə kimi əhalisinin sayı az, hətta yox dərəcəsində olan kəndlərə başqa rayonlarda da rast gəlinir. Dövlət Statistika Komitəsinin 2019-cu ildə keçirdiyi son siyahıya alınmaya görə ən az məskunlaşma olan kəndlər əsasən Ağsu, Xızı, İsmayıllı, Neftçala və Siyəzən rayonlarındadır. Bəs kəndlər niyə boşalır? Əhali niyə bu kəndləri tərk edir? Məşğulluğun təmin olunması. Ucqar yerdir, iş yoxdur, əhali məcbur olur, o əmək qabiliyyətli əhali miqrasiya etməli olur. Onlar gedəndə övladlarını da aparırlar və qoca əhali qalır. Sonra onlar ya ömrünü başa vurur, ya onlar da tərk edir və beləliklə
məntəqələr boşalır. Kommunikasiya məsələlərində qoymaq olar. Yolsuzluqdur, nə bilim mən, rabitə müasir kommunikasiya vasitələrinə çıxışın nisbətən məhdud olmasıdır, şəhərlərə nisbətən və s. Mütəxəssislər həyəcana səbəb görmür, lakin xüsusi dövlət proqramlarının həyata keçirilməsini də zəruri hesab edirlər. Azərbaycanda əhalinin sayına nisbətən, belə deyək, ərazi azdır və sıxlıq az qala hər kvadrat orta sıxlıq hər kvadrat kilometrə 130 nəfərə qədərdir. Məsələn, müqayisə üçün bu Rusiyada 8,5 nəfər, Qazaxstanda 6,2 nəfərdir. Ona görə bizdə kəndlərin, yaşayış məntəqələrinin tərk edilməsi, boşalması, tamamilə boş qalması halları başqa ölkələrə nisbətən o qədər də geniş deyil. Amma bizdə də var bu. Gəncə kimi kəndlərimiz səssizcə gözləyir. Günlərin birində bu sükutu pozan bir addım, bir səs gələcəkmi, bilinmir. Amma bir şey dəqiqdir. Gəncə və onun kimi kəndlər yenidən kəşf olunmağı gözləyən xəzinələrdir.